Düşün, bir yolun içindəsən, bir missiya sənə yüklənib, sən o missiyadan boyun qaçırda bilərsən, təbii ki, sonuna qatlanmaq şərti ilə və yaxud da o missiyanı yerinə yetirmək də istəyə bilərsən. Edəcəyin dua nədir avtomatik olaraq? Əgər hədəfin böyüksə, edəcəyin dua müttəqilərdən olmaqla yanaşı həmən müttəqilərə imam olmaqdır. Yəni sən öndə gedəcəksən, xeyir adından görülən bütün işləri öz çiyinlərinə götürəsən. Çünki niyə? Allah Azza və Cəllənin vədi var. Allah Azza və Cəllənin mükafatı var. Allah Azza və Cəllə peyğəmbərləri üçün vurğulayır təbii ki. Biz də o peyğəmbərlərin ümmətləriyik. Nəbi sallallahu aleyhi və səlləmin ümmətiyik. Ona deyilən sözü nisbət olaraq əgər həqiqətən iman etmişiksə, Quranın ayətlərinin istəyir Yahudilərə aid olan qadağaları, istəyir Nəsranilərə aid olan qadağalarını öz nəfsimizə də oxumalıyıq. Yəni ay bu Yahudilərə aiddir, bu qadağalar bizlik deyil. Sən iman etmisənsə o qadağaları özünə də oxuyasan, özündə icra edəsən. Allah Azza və Cəllə deyir ki, səbr etdiklərindən dolayı biz onlara imamlıq verir. Yəni öndərlik, öncülük verir. Peyğəmbərlərinə deyir. Biz də bugün o imamlığı etməkdə, həmən imamlığı etdiyimiz zaman qarşılaşdığımız məşəqqətlərdə səbirli olsaq, səbir göstərsək, Rəbbimizin rızasını umsaq, Cəmalullahı görməyin arzusu ilə yaşasaq, Rasulullahı görməyin arzusu ilə yaşasaq sallallahu aleyhi və səlləm, onlara sinə gələcək və nə olacaq? Allah subhanahu ta'alanın imam etdik dediyi o peyğəmbərlərin ümməti olaraq, ümməti olduğumuz peyğəmbərin sallallahu aleyhi və səlləmin ümmətinin fərdi olaraq bizə də imamlıq veriləcək. Allah Azza və Cəllə bizi də səbiqunlardan eləyəcək. Allah Azza və Cəllə bu işi görən insanlar üçün buyurur ki, Estağfirullah, Vaqia suresində وَالسَّابِقُونَ Ulaikəl muqarrabun. Öncülər. Kimdə o öncülərdir? Xeyirdə öncülük edənlərdir Allah Azza və Cəllə buyurur. Bir xeyirdə cığır açanlardır. Sənin nəslində şəriət toyu edən olmayıb, sən şəriət toyu edəcəksən. Allah və Rasulunun rızası olan bir məclis edəcəksən və səndən sonra gələn gənc səbəqə sənin etdiyin toya imrənəcək yəni. Nə edəcək? Rəğbət bəsləyəcək. Və onlar uca avtomatik səndən sonra o şəriət toyunu etdiyi zaman oradan sənə savab yazılacaq. Niyə? Bir nəslə bunu sən gətirdin.